Salam hörmətli izləyicilər. Bugünkü bölməmiz fırlanma cisimləri konusdur. Başlayaq suallara. Deməli, birinci sualda bizə deyir ki, həcmi 48 pi. Deməli, verib bizə həcm V bərabərdir 48 piyə. Və oturacağın radiusu R bərabərdir 3 olarsa, bərabər olan konusun hündürlüyünü tapın. H bərabərdir suala. Bilmək lazımdır ki, konusun həcmi V konus bərabərdir 1/3 S oturacaq vurasın H hündürlükdür. Yəni ki, yazırıq 1/3, oturacağı dairə olduğuna görə dairənin sahəsi pi r kvadratdır, vurasın bir də H hündürlük. İndi konusun həcmi verib də bizə 48 pi, yazırıq buradan 48 pi bərabərdir 3/1 pi vurulsun r-in kvadratı. Radius 3'dür. Kvadratı neçə edir? 9 vurulsun da h var. İndi pi'lər geçsin. 3 ilə bu geçsə qalır burada 3. 48 3'ə böləndə neçə qalır? H bərabərdir 16 qalar. Deməli birinci sual oldu doğru cavab Y variantı. İkinci sualda bunun eynisidir. Baxaq misal nömrə 2-yə. Konusun həcmi verib 27 pi. Yazırıq 27 pi bərabərdir 3/1 pi r kvadrat vur h. Otacağın radiusda verib 3. Bunda 3'ün kvadratı neçə edir? 9. Yenə də bunlar x isə burada qalır 3. Pi'lər də geçir 27'nin üstə bölümdə h neçə olur? 9 olur. Demək ikinci sualda D variantıdır. 3'ə baxaq. Otacağın sahəsini verib, hündürlüyü verib, konusun həcmini tap. Deməli, V bərabərdir 3/1 S oturacaq h idi. Oturacağın sahəsi 12 pi'dir. Yazırıq 12 pi. Burasının hündürlüyü də 5'dir. Daha h 5 verib. Bunlar isə 4, 4, 5'in neçə edəcək? 20 pi edəcək. O da oldu 3-cü sual D variantı. 4-cü sualda bunun eynisidir. Baxaq 5'ə. Konusun içi simmetriya müstəvisi var. Sonsuz sayda simmetriya müstəvisi var. Sonra baxaq misal nömrə 6'ya. Y bərabər 2x funksiyasının qrafikinin 0,1 parçasındakı hissəsinin apsis oxu ətrafında fırlanmasından alınan hansı fiqurdur? İndi bax fikir verin. X-y koordinat sistemində y bərabər 2x funksiyasının qrafiki k0-dan böyük olduğuna görə bu formada davam edəcək. Haradan hara deyir bizə? 0-dan, bax bu 0-dan 1'ə qədər. Fikir verin, düzbucaqlı üçbucaqlı. Düzbucaqlı üçbucağın bir kateti apsis oxda buradır. Məsələn, bura O olsun. OB ətrafında fırlanmasından alınan fiqur düzbucaqlı üçbucaqda nə demişdik biz? Konus alınır. Bu da oldu konus. 6-cı sual deməli B variantıdır. Baxaq misal nömrə 7'yə. Deməli 7-ci sualda görək nə deyir bizə? Konusun oturacağın radiusunu dəyişmədən hündürlüyü neçə dəfə azaltmaq lazımdır ki, onun həcmi 27 dəfə azalsın. 27 dəfə nə etmək lazımdır? Azaltmaq lazımdır. Bilirik ki, V bərabərdir konusun həcmi 3/1 S oturacaq burasının H-dır. H ilə həcm burada düz mütənasib olduğuna görə nə etmək lazımdır? Elə 27 dəfə azaltsam hündürlüyü 27 dəfə həcm azalar. Deməli 7 oldu Y variantı. 8-ci suala baxırıq. Katetləri 3 və 4 olan düzbucaqlı üçbucağın kiçik katet ətrafında fırlanmasına alınan fiqurun həcmi. İndi bizə verib ki, katetləri 3 və 4'dir. Bu olsun bizim düzbucaqlı üçbucağımız. Düzbucaqlı üçbucağın katetlərinə nəyə bərabərdir? 3, bura olsun, 4 də bura olsun. Deyir, kiçik katet ətrafında fırlat. Onda A nöqtəsi gəlib bax düşər bura. 1, 2, 3, 4 dənə də bu. 1, 2, 3, 4. Biraz sərgələnsın. A nöqtəsi gəlib düşdü bura. Bu həmən B nöqtəsidir. Bunun ətrafında fırlanır. Gəlib baxın. Bax bu ətrafda fırlanacaq. A nöqtəsi gəlib düşür bura. İndi eyni zamanda bu həmin AB məsafəsi də eyni olacaq da burada. Çünki fırlanıb gəlib düşüb bura. Bir də nə edəcək? Oturacağımda bunun bir dənə bax dairə əmələ gətirəcək. Bu oldu bizim konusumuz. İndi bizə şərtdə nə deyirdi? Bizə deyir ki, fiqurun həcmi. İndi radius 4'ə bərabərdir. Elə hündürlüyü də nədir burada? 3'ə bərabərdir.
İndi V bərabərdir 3'də 1 pi vurulsun r kvadrat. R 4'dir. Kvadratı 16 vurulsun h da neçəyə bərabərdir? 3'ə bərabərdir. 3'lər getsə qalar yerdə 16 pi. Deməli 8-ci sualda doğru cavab neçə oldu? Y variantı oldu. Baxaq misal nömrə 9-a. Katetlər 6, 8'dir. Düzbucaq ucağın kiçik kateti 6'nın ətrafında fırlanarsa h6 olur. R də 8 olur. İndi bizdən səthinin sahəsi istəyir. Kiçik fırlanmasına alınan figurun yan səthinin sahəsi. S yan da bərabərdir. Pi r l'dir. İndi 6, 8, l neçə ilə Pifagora görə 10 elər. 6, 8, 13 bucağıdır. İndi pi vurulsun r neçəyə bərabər 8'ə, l də 10'a bərabərdir. Bu da eləyər 80 pi'yə. 9-cu sualda doğru cavab Y variantıdır. Baxaq misal nömrə 10-cu suala. Aşağıdan yazaq. Konusun doğranın 4 kökdə 2'dir. Bir dənə konus çəkək. Təpə nöqtələri qeyd edək bunun. Deyək konusun doğranı 4 kök altında 2'dir. Sonra ox kəsiyinin təpə bucağı 90'dır. Ox kəsiyinin təpə bucağı bax 90 bunu deyir bizə. Konusun oturacağının sahəsi S oturacaq yazırsınız bərabərdir suala. İndi mən nə edəcəm? Bax konusun hündürlüyünü çəkəcəm. Bura 4 kökdə 2 doğranlar bir-birinə bərabər olunca 4 kökdə 2 olur. Deməli bu bərabər yanlı düz bucaqlı üç bucaqdır. Onda bura olacaq 45 dərəcə. Burada olacaq 45 dərəcə. Yine 4 kökdə altında 2'dirsə hipotenuz, onda burada 4 qalar, burada 4 qalar ki 4 kökdə 2 ora eləsin. İndi oturacağın sahəsi radius 4'ə bərabərdirsə S oturacaq bərabərdir pi r kvadratdır. Dairənin sahəsi o deyir 16 pi. Yəni 4'ün kvadratı neçədir? 16 pi edəcək. 10-cu sualda da doğru cavab A variantı olur. Baxaq misal nömrə neçəyə? 11'ə. 11-ci sualda bunun eynisidir. Baxaq 12-ci suala. Konusun oturacağın radisi 3 dəfə artırıb, hündürlüyünü 3 dəfə azaltacaq, həcm necə dəyişir? Birinci həcmə baxın. Olur 3'də 1 pi r kvadratı h. İndi yenə yazıram V bərabərdir. Radiusu 3 dəfə artırıram. Olur 3'də 1 pi vurulsun r kvadrat. İndi 3 dəfə radiusu artırdım, oldu 3 y'nin kvadratı. Vurulsun. Hündürlüyü 3 dəfə azaltsaq, hündürlüyü h idi, 3 dəfə azaltdım. H bölü 3 oldu. Şimdi bu dedik 3'də 1 pi r kvadratı h. 3'də 1 pi'ni r'i bir də h'ı. Bunları yazıb. Verir 9. Bir də vur 3'də 1 var da burada. Oldu 3'də 1. Bu da edir 3'də 1. Bu 1 olsun, bu 2 olsun. Pi r kvadratı h. 9'dan 3 geçsə qalar 3. Vur 3. Baxın, birinci 3'də 1 pi r kvadrat h idi. İndi 3 vuraq 3'də 1 pi r kvadrat h'dir. Deməli, nə edəcək? 3 dəfə artar. Oldu 12-ci sual B variantı. 13-cü sual. Katetləri 5, 12 olan düzbucaqlı üçbucağın kiçik katetlər ətrafında fırlanmasından alınan figurun tam səthinin sahəsi. Kiçik katet ətrafında fırlanırsa, o zaman h bərabərdir 5 olur, r bərabərdir 12 olur. 5, 12, onda l neçə olar? 13 olar. Düzbucaqlı üçbucaqdır da bu. Tam səthinin sahəsi S tam bərabərdir. Pi r, r üstə l. Yəni S yan səthi üstə S oturacağın sahəsi. İndi pi vurulsun r. R neçə oldu? R olub 12. Vur. R ilə l'in cəmi. R 12'dir, l də 13'dür. Yazırıq 12 üstə 13. Bu da 25 vur 12 vur pi. Məsələn, oldu 300 pi. 13-cü sual. 13-cü sualda doğru cavab Y variantıdır. 14 də bunun eynisidir. Keçəyim misal nömrə 15'ə. Katetləri 6, 8 olan düzbucaqlı üçbucağın kiçik katet ətrafında fırlanmasından alınan figurun həcmi.
Demək, kiçik katet 6-dır da. Bunda h bərabərdir 6 olur. R bərabərdir 8 olur. Kiçik katet ətrafında fırlanmasını deyirsə, həcm soruşur. V bərabərdir 3də 1. S oturacaq. Oturacaq pi r kvadratdır. R 8-i kvadrata oldu 64. H da 6-ya bərabərdir. Bu dedir 128 pi. Oldu 15-ci sual Y variantı. Baxaq misal nömrə 16-cı suala. Deməli, bizə deyir ki, konusun doğranı 6 kökdə 2. Əvvəla bir dənə konus çəkək. Bu olsun bizim konusumuz. Konusun doğranı 6 kök 6'da 2'ye bərabərdir. Ox kəsiyin təpəbucağı 90'dır. Bax, onda bura 90 olur. Həcm istəyir. Buraya ilə bura, yəni ki, ellər bir-birinə bərabər olduğuna görə, onda bu hündürlük, AH hündürlüyü həm tənbölən, həm meydan, həm də hündürlükdür. Onda 45-45 düşür də hər birinə. Bucağın tənbölənidir. Bura 45-dir, 90, burada 45 dərəcə olur. Bərabər yanlı düz bucaqlı üç bucaq olduğuna görə 6 kökdə isə bura olmalıdır 6. Sonra bizə nəyin istəyir? Konusun həcmi. İndi V bərabərdir 3də 1. S oturacaq. Yəni ki, pi vuraq, r-in kvadratı. R neçədir? 6. Kvadrat oldu 36. H da 6-ya bərabərdir. də onsuz da. Aha. Bundan bu geçsə, burada qalır 12. 72 neçə alınar? Pi alınar. 16 da oldu. Doğru cavab B variantı. 17 bunun eynisidir. Baxaq 18-ci suala. Konusun doğruluğu 6 cm olub, oturacaq müstəvisi ilə 60 dərəcə bucaq əmələ gətirir. Konusun həcmi. İndi bir dənə konus çəkək. Bu olsun bizim konusumuz. Doğran verib 6 və oturacaq müstəvisi ilə 60 dərəcə bax buradır. Həmin 60 dərəcə. Konusun həcmi istəyir. Bura 90-dırsa 60, bir də neçə qalmalıdır? 30 qalmalıdır. 30-un qabağındakı katet hipotenuzun yarısı bura olur 3. 60-ın qabağındakı katet digər katetin kökdə 3 müslüdür. 3 kökdə 3. Hündürlüyü məlum, radius məlum. Bizə nə istəyir? Konusun həcmi. V bərabərdir 3də 1. Oturacaq h. Pi vurasın r kvadrat. 3'ün kvadratı 9 vurasın h da 3 kökdə 3. 3'də geçsə qalar 9 kökdə 3 pi. Oldu 18-ci sual C variantı. 19 eynisidir. Baxaq misal nömrə 20-ci suala. Bərabər hündürlüklü silindr və konus həcmləri nisbəti uyğun olaraq 12/1-dir. Onların oturacaqların radiusları nisbətini deyir. Taxın. Bərabər hündürlüklü deyirsə, silindrin və konusun. Silindrin həcmi V silindir, bölünsün V konus bərabərdir 12/1 şəklindədir. İndi bizə nə soruşur? Onların oturacağının radiusları nisbəti. Silindrin bilirik ki, pi vurulsun r kvadrat, vurulsun r1 olsun bura h. H bərabərdir, bərabər hündürlüklü deyir. İndi konusun həcminə baxaq. 3də 1 pi vurulsun r2'nin kvadratı vurulsun h. O da eynidir, oldu 12. Şimdi burada h'lar geçsin. Sonra pi'lər də gedir. Onda 3 r1'in kvadratı bölünsün r2'nin kvadratı bərabərdir 12 olsa bu 3 yuxarı qalxdı. 12/1 də da öyle 12 kimi yazar. İndi 12 ilə 3 geçsə burada qalır 4. Onda r1 bölünsün r2'nin kvadratı bərabərdir 4 olar. Çünki 4 bölünsün 1'dir də bu da. İndi r1 böl r2'yə bərabər olar. 4/1'dən kök 2/1 çıxar da. 2/1 nisbətində. 20-ci sual deməli doğru cavab olar B variantı. 21 də bunun eynisidir. Baxaq misal nömrə 22-yə.
Konusun doğranı 13'tür. Oturacağın radiusu 5'tir. Oturacağı verilmiş konusun oturacağı ile eyni. Hündürlüğü ise onun hündürlüğünden 4 dəfə kiçik olan konusun həcmini tapın. Bir dənə konus çəkək. Əslində çəkməyə ehtiyac yoxdur bu konusu. Sual artıq gözümüzün qabağındadır həllə. Deməli, doğram verib bizə konusun doğranı 13'dür. Sonra oturacağın radiusu 5 verib. Hündürlüğü olur 12. Sonra oturacağı verilmiş konusun oturacağı ile eyni. Yəni ki, radiusu olacaq 5. Hündürlüğü ise onun hündürlüğündən 4 dəfə kiçik olan. H bərabərdir. Bunun hündürlüğü 12'dirsə, 12'ni bölürəm 4'ə neçə olur? 3. Konusun. Yeni konusun bax, elementləri bulardır. Həcmini istəyir. V bərabərdir 3'də 1. Pi vuraq r kvadrat. R 5'də 25 kvadratıdır. H da 3'ə bərabər oldu. 3'də geçsə qaldı neçə? 25 pi'yə. Doğru cavab 22-ci sualda C variantıdır. 23. Doğranı 29, hündürlüğü 21 verib. Konusun yan səthinin sahəsi. Yenə də bu çəkməyə ehtiyac yoxdur. Çəkək, gözünüzün qabağında olsun. Deməli, bu olsun bizim konusumuz. Deməli, doğranı 29 verib. Bura oldu 29. Hündürlüğü də ki 21 verib. Burada olsun 21. Konusun yan səthinin sahəsini tapın. Konusun yan səthi S yan. Pi vuraq R vur L düsturədə hesablanır. L məlumdur, bizə R lazımdır. Bax bura. İndi R də nəyə bərabərdir? R kvadrat da bərabərdir. 29'dan 21 çıxanı daha eləyir. 8 da 40, bu da 50. Bu eləsə 400, radius olar 20. İndi S yan bərabərdir. Pi vuraq R. R oldu 20. L də 29'dur. 580. Oldu 580'dir. 580 pi. 23 oldu doğru cevap D variantı. 24 de bunun eynisidir. Baxaq misal nömrə 25'ə. Hündürlüğü 5'dir. Konus təpəsindən 2 cm məsafədə oturacağına paralel olan müstəvi ilə kəsilmişdir. Kiçik konusun həcmi 24 olarsa, böyük konusun həcmini deyək tapın. İndi həmin şəkil bax bu formadadır. Bu olsun bizim konusumuz. Bizə deyir ki, hündürlüyü 5'dir. Konusun təpəsindən 2 cm məsafədə. Yaxşı, şimdi həmin konusun hündürlüyünü çəkeyim. Oturacağını da çəkim diametrin. Deyir hündürlüyü, opşi hündürlüyü H konus bərabərlik 5'dir. Oturacağın təpəsindən 2 cm məsafədə müstəvi ilə kəsilib. O hansı müstəvidir? Bax, o da bu müstəvidir. Tutaq ki, bu müstəvi olsun. Şimdi buradan da bunun da oturacağın diametri vardır təbii ki. 90 dərəcədir. Şimdi oturacağın təpəsindən 2 cm məsafə buradır. Hündürlüyü 5'dirsə, onda bura neçə qalmalıdır? Bura 3 qalmalıdır. Kiçik konusun həcmi 24'ə bərabərdir. İndi kiçik konusun həcmi veribsə, radiusuna baxaq. Deməli, 24 olarsa əgər bunun həcmi, yazıram 24 bərabərdir 3'də 1 pi vuraq r kvadrat. Bura r məlumdur da artıq r kvadratı vurasın h. H da 2'yə bərabərdir. Bundan bu geçsə 12. Onda pi r kvadratı bərabərdir. 12'ni 3'ə vuranda edir 36. Oturacağın sayısı 36'dır. Deməli, pi r kvadrat oldu da bu. Pi vurasın r kvadrat h 2'dir. 24 olub. Sonra burada neyniyək? Böyük konusun həcmi. Evet, burada heç başqa şey neyirik ki biz bunları? Oxşarlıqla gedək də. Kiçiyin hündürlüyü 2'dir. Böyüyün də hündürlüyü, böyük konusun da hündürlüyü 5'dir.
kub. Həcm kubla getdi. Bərabərdir. Kiçiyin hündürlüyü 24, həcmi 24'dür. Böyüyün həcmini istəyir. 2'nin kubu oldu 8. 5'in kubu 125. Bərabərdir 24 bölünsün V böyük konus. Bundan bu getdi oldu 8. V konus da bərabərdir V böyük konus. Daha doğrusu burada 3 qalır. 8 etdi bura oldu bura 3. 375. Deməli 25-ci sual oldu. A variantı. 26 da bunun eynisidir. Böyük konusun həcmini verir. Bir də kiçik konusun həcmini istəyir. Eyni qaydada oxşarlığına yaza bilərsiniz. Baxarıq misal nömrə 27-ci suala. Deməli 27-ci sualda bax belə bir konus verib. Konusun ox kəsiyinin sahəsi S, ox kəsiyi bərabərdir 16. Bərabər yanlı düzbucaqlı üçbucaqdır. Bax, bərabər yanlı düzbucaqlı üçbucaq bura olsun A, B, C. Burada O mərkəzdir. Konusun həcmini istəyir. İndi ox kəsiyi bərabər yanlı düzbucaqlı üçbucaq isə bax bura L olsa, burada L olur. İndi burada nə edəcəm? Yazıram 2-də 1 L kvadrat. Hansı üçbucağın sahəsi? ABC üçbucağın sahəsidir də bu. L vur L, bir də 2-də 1 var. Bərabərdir neçə olub? 16-ya. İndi L'in kvadratı bərabərdir 2, 16 neçə edəcək? 32 edəcək. İndi L kvadratı var. Burada L də bərabərdir 4 kök altında 2 edir də 32. İndi burada 4 kök altında 2 olsa, 2 vereyim, bax burada olur 4 kök altında 2. Bərabər yanı düzbucaqlı üçbucaq olduğuna görə bura 45, bura da 45 oldu. Onun da deməli bura da 45'dir. Bununla bura bir-birinə bərabər olur. 4 kökdəki isə bura 4 ilə 4 düşər. Həcm istəyir. V bərabərdir 3'də 1. S oturacaq. Pi vuraq R. R 4 oldu. 4'ün kvadratı 16. H da 4'ə bərabərdir. 64 pi bölünsün 3 qalar. O da oldu 27-ci sualda doğru cavabımız C variantı. Deməli 28-ci sualda görə bizə nə deyir? Ox kəsiyi bərabər tərəfli üçbucaq olan konusdur. Deməli bərabər tərəfli üçbucaq olan ox kəsiyi konus çəkirəm. Ox kəsiyi dedikdə, baxın A, B, C üçbucağından söhbət gedir. Oturacağın sahəsi verib. Bura R-dirsə, burada R olur. Onda pi R-in kvadratı bərabərdir 16 cm kvadratdırsa, R kvadrat bərabərdir 16 bölünsün pi-dirsə, R də bərabər olur 4 bölünsün kök altında pi-yə. Bunu da buradan yazaq. Aha. Deməli, bunun hündürlüyünü də çəkirəm. Bu bərabər tərəflidir. Çünki bura oldu 90 dərəcə, bura 60'dır. Bax, bunun hamısı bir-birinə bərabərdir. İndi R 4 bölünsün kök altında pi-dirsə, bunun tərəfi, bax, 2 yerdən ibarətdir. Onda boyunda 2'yə vursam, onlar BC tərəfi. BC bərabərdir nəyə? AC-yə, o da bərabərdir AB-yə. Deməli 4 bölünsün kök altında pi var. Bir də 2'yə vurdum. Oldu 8 bölünsün kök altında pi. Burada olur 8 bölünsün kök altında pi-yə. İndi bunun hündürlüyünü tapmağa nə var ki? Burada olub 4 bölünsün kök altında pi. 4 bölünsün kök altında pi-yə. Səliqəli yazaq. 4 böl kök altında pi. Çünki bura 30 dərəcədir. Hipotenuzun yarısıdır 4 bölünsün kök altında pi-yə. 60'ın qabağındakı katet digər katetin kökdə 3 misli olduğuna görə 4 kök altında 3 olur. Bölünsün kök altında pi. Bax, bu formada olacaq hündürlüyümüz. Həcm istəyir. V bərabərdir 3'də 1. S oturacaq. S oturacaq nədir? Pi vurulsun. R kvadrat. R 4 bölünsün kök altında pi-dirsə, kvadratı 16 bölünsün pi olar. Çünki R kvadrat 16 böl pi-dir. H-da 4 kök altında 3 bölünsün kök altında pi-yə bərabərdir. İndi pi-lər geçsin burada. Başqa nəsə getmir də.
Qalacaq yerdə 16-nı 4-ə vurduq, oldu 64 kökdə 3 bölünsün 3 kökdə pi. O da oldu 28-də doğru cavab C variantı. Baxaq misal nömrə 29-a. Konusun oturacağının sahəsi verib, S oturacaq bərabərdir Q-dur. Doğranın uzunluğu isə elə bərabərdir. Konusun tam səthinin sahəsi. S tam bərabərdir. Birinci olacaq S yan səthinin sahəsi, üstə S oturacağın sahəsi. Elə yan səthinin sahəsi qalsın. Yan səthi isə pi r-də. Pi r-l. Bir də oturacağın sahəsi ilə Q-dur. Onu yazıq Q kimi. Oturacağın sahəsi pi r kvadratdır. O da Q-ya bərabərdir. İndi bizə nə lazımdır burada? Bizə lazımdır ki, r-l. İndi burada cavabları l-dən asılı verib, onda burada r kvadratı bərabərdir. Q bölünsün pi-yə. R nəyə bərabər olur? Kök altında Q bölünsün kök altında pi-yə. İndi gətirib burada yerinə yazsaq. Pi var, yazıq pi-ni. R var. R oldu kökün altında Q. Bölünsün kökün altında pi. Vurulsun L var. Plus bir dənə var, Q var. Şimdi buna davam edəsək. Pi ilə kökdə pi geçsək, olur kök altında pi, vurulsun kök altında Q. Bunun bu kvadratı kimi yazılır, ixtisar edirik. Vur L üstə Q. Yəni ki, L kök altında pi Q üstə Q. Oldu 29-a doğru cavab A variantı. Baxaq misal nömrə 30-cu suala. 30-da da eyni sualda yazaq 30-da. Konusun oturacağın sahəsi S-dir. Yazırıq S oturacaq. Yəni ki, S bərabərdir. Oturacaqda pi r kvadratına. Doğranın uzunluğu L kökdə 2-yə bərabərdir. Doğran da verib bizə L kök altında 2. Konusun yan səthinin sahəsini tapın. Yan səthi bizə lazımdır pi r L S yan. İndi bizdə doğranın uzunluğu pi var. Doğranın uzunluğu L kökdə L bölünsün 2 verib. Bizə R lazımdır. R nəyə bərabərdir? Bəs buradan yazırıq R bərabərdir R kvadrat. S bölünsün pi-yə. İndi R-in özü olur kök altında S bölünsün kök altında pi. İndi yazırıq buradan kök altında S bölünsün kök altında pi-yə. O da bərabərdir S yan səthinin sahəsi. İndi S yan səthinin sahəsi bərabərdir. Pi ilə kökdə pi geçsə qalar pi. Vurulsun kök altında S. Bölünsün, vurulsun L bölünsün 2'yə. L kök altında pi vur S bölünsün 2. Deməli, 2'də 1 kök altında pi vur S. L böl, bax bu cavabda B variantı 30'da. 2'də 1 qarşıya atıb, L də qarşıya atıb, pi S də buradadır. Keçəyin növbəti suala, misal nömrə 31. Konusun doğranın 4 kökdəki oxşasını tapacaq 90'dır. Konusun yan səthinin sahəsi. Doğran 4 kök altında 2'yə bərabərdirsə, onda radius 4, L də, deməli, hündürlüyü də 4'ə bərabər olur. Yan səthini istəyir. S yan səthi bərabərdir pi r L. Pi vuraq r 4'ə bərabərdir. L də 4 kök altında 2'dir. O da 16 kök altında 2 pi. Oldu doğru cevap 31. sualda Y variantı. 32 de bunun eynisidir. 33. Demək, radiusu 18 olan 60 dərəcəli mərkəzi bucağa uyğun dairə sektorunun bükülməsindən. Aha. İndi misal nömrə neçə yazırıq? 33'ü. Deyir, radiusu 18 olsun. Baxın, dairə sektoru mən bu formada çəkirəm. Bu olsun bizim dairə sektorumuz. Radiusu 18'dir. Onda deməli L bərabərdir nə olub? 18.
və mərkəzi bucaq neçə dərəcədir? 60 dərəcəyə bərabərdir. İndi konusun bu səthin açılışı da belə deyək, yan səthin açılışı da olur pi r bərabərdir pi vuraq. Bu eldir də, olur 18'in kvadratı. Yəni ki, dairə sektorunun sahəsi olur 18'in kvadratı. Vur alfa 60 böl 360. Şimdi burada da elin yerine el nəyə bərabərdir? Dairə sektorunun radiusu, sektorunun radiusu bərabərdir el konusunun doğranına bərabər olur. Bax, bunu yadda saxlayın. İndi burada pi vuraq, qalır, el 18'dir, bərabərdir. Pi vuraq 18 vur 18 vur 60 bölünsün 360. Şimdi 18'ler geçsin. Pi'ler de gedir. 360, 60, 366 kalır. Burada da kalır 3. Deməli, radius neçə oldu? Radius 3 oldu. Konusun bizə nəyin istəyir? Konusun həcmin istəyir. İndi həmin konusu da kiçik olsa da buradan çəkək. Yəni ki, bu düstur nə deməkdir? S yan səthinin, konusun yan səthinin sahəsi bərabərdir S sektorun sahəsi. Bir də dedik ki, bu sektorun radiusu konusun doğranına bərabərdir. Onda bura olur 18. Bir də radiusu tapmışıq da artıq biz. Radiusu çəkək buradan. Burada oldu neçə? 3. Hündürlüyü çəksək, burada oldu h. İndi h'ı tapmağa nə var buradan? İndi buradan da h özü bərabər olur. Kökün altında 18'in kvadratı 324'dən çıxaram 3'ün kvadratı 9'u. O da bərabər kök altında 315 edir. Bizə nə istəyir? Konusun həcm. Həcmdə v bərabərdir 3'də 1. S oturacaq pi vuraq r kvadrat. R neçədir? 3'dür. Kvadrat oldu 9. Burasın h. Kökün altında 315'ə. Şimdi buradan davam edək. Bu da bərabər olur. Bax, bu 9'dan 3 geçsə, burada qalacaq 3. Olur 3 pi. Burası 315'də 9 vur 35 kimi yazsam, o da 3 kök altında 35. 9'dan 3 çıxacaq, o da qalacaq. 3'ü çəvurduk oldu 9 pi. Kökün altında 35. Bax, doğru cavabımız budur. 9 kökdə 35 pi də yəni ki. 33 oldu. Doğru cavab B variantı. Baxaq, misal nömrə 34'də. Müstəvi üzərində olmayan nöqtədən bu müstəvi ilə 30 dərəcəli bucaq əməliyyat edən və uzunluğu 18 sm olan bütün maillər çəkilmişdir. Bu maillərə müstəvi hissəsinin birlikdə əməliyyat edir cismin həcmi. Deməli, müstəvinin üzərində olmayan nöqtədən, bax, fikir verin. Müstəvinin üzərində olmayan tutaq ki, bir A nöqtəsində nə deyir bizə? Bu müstəvi ilə 30 dərəcəli bucaq əmələ gətirən, bax, bunu deyir 30 dərəcəli bucaq əmələ gətirsin. Bax, bunun hamısını mən neyləyə bilərəm? Bu çəkə bilərəm də. Bax, bu maillərin hamısını, bax, bu çevrə boyunca çəkmək olar. Bu onsuz da bu çəkilməlidir, belə deyək, konusdur. Bax, bunun hamısını çəkmək olar. 10 deyir bizə. Və həmin müstəvi ilə 30 dərəcəli bucaq əmələ gətirir. Bax, bu müstəvi ilə 30 dərəcəli bucaq əmələ gətirir. Əmələ gətirən və uzunluğu 18 sm olan bütün maillər. Deməli, bu el 18'ə bərabərdir. Cismin həcmini istəyir. Yaxşı. 30'un qabağına katet tipdən uzun yarısı bura oldu 9. Burada oldu 60. 60'ın qabağına digər katetin kökləri üçün üstü oldu 9 kökləri üçün. Bizə nə istəyir? Cismin həcmi V bərabərdir 3'də 1. Pi vurulsun R kvadrat. R 9'dur ki, kvadratı 9 kökləşsə 81 vur üstdür. Pi R kvadrat H. H da 9'a bərabər oldu onsuz da. 3'də geçsə 729 pi qalar. Oldu doğru cavab 34-cü sualda Y variantı. Baxaq misal nömrə 35-ci suala.
Konusun doğranı ilə hündürlüğünün fərqi L minus H bərabərdir 4-ə. Onlar arasındakı bucaq isə 60 dərəcə olarsa. İndi baxaq, bir dənə konus çəkək. Konus da deyir ki, oldu 90 dərəcə. Deyir, onlar arasında qalan bucaq 60'dır. Bax, bura oldu 60. Doğranla hündürlük arasında qalan bucaq. Və bunların fərqi də 4 verib bizə. Konusun həcmini hesablayın. Bura oldu 30. Bura 30 dərəcəli bucağın qalibində x olsa, bura nə olmalıdır? 2x. Hipotenuzun yarısı olur da. Deməli, doğran 2x-dir. Minus h da x-dir. Neçə oldu? 4-ə. Deməli, x bərabərdir 4-ə. Deməli, burada hündürlük 4-ə bərabərdir. Daha doğru. Hündürlük 4-dir. Doğran isə 8-dir. Ora 2x demişdik axı. Həcm istəyir. 60'ın qabağındakı katit digər katitin kökləri sümüsü olduğuna görə 4 kökləri 3. Yəni kökləri 3 dəfə böyükdür. İndi v bərabərdir 3'də 1. S oturacaq. Pi vur r kvadrat. 4 kökləri 3'ün kvadratı 16 vur 3 edir. H da 4'ə bərabərdir. Bunlar geçsə edir 64 pi. 35 oldu doğru cavab Y variantı. Baxaq misal nömrə 36-ya. Konusun hündürlüyü ilə doğranının uzunluqları cəmi 6. Ox kəsin intiha bucağı 120'dir. Eyni sualdır bu da. Yazmayacağım, bunu özünüz yazarsınız. Baxaq 36'ın siz yazaq. Konusun hündürlüyü ilə doğranın uzunluqları cəmi L üstə gəlinsin. Hündürlük L ilə H-ın cəmi neçə verib bizə? 6. Ox kəsin intiha bucağı 120'dir. Bax, fikir verin bura. Bu bizim konusumuz olsun. Bu da bizim konusun hündürlüğüdür. İndi bucaq A ox kəsin intiha bucağıdır. O da neçə verib bizə? 120. Onda hər biri nələrdə düşür? Bərabər yanında 3 bucaq daxı bu. 60. Onda burada olur 30. Bura x olsa bura nə olur? 2x. 30'un qabağında katit hipotenuzun yarısı olur. İndi 2x yazırıq. Doğrandır. H da x-dir. Bərabərdir 6. 3x 6 olsa x neçə edir? 2. İndi hündürlük 2-dirsə, bura neçə olmalıdır? 4 olmalıdır. Burada 2 kök altında 3 olmalıdır. 60'ın qabağındakı katit digər katitin kökləri sümüsüdür. Yenə həcm istəyir. V bərabərdir 3'də 1. Pi vurasın r. 2 köklər üçün kvadrat edir 12. H da 2'yə bərabərdir. Bunlar geçsə, qalar 4. 4 içində 8 pi alınır. 36 oldu doğru cavab D variantı. Baxaq misal nömrə 37-yə. Konus çəkək bir dənə. Deyir ki, konusun doğranın uzunluğu L olub, oturacaq müstəvisi ilə 30 dərəcəli bucaq əmələ gətirir. Bura deməli oldu 30 dərəcə. Burada hündürlüyümüz olsun. Yan səthinin sahəsi. Bura 30'dursa, onda bura L bölünsün nə olar? 2 olar. Bizim nəsi? Yan səthinin. 30 dərəcəli bucağın qabağındakı katit hipotenuzun yarısıdır. Burada olsa 60. 60'ın qabağındakı radius da onda. Onda R bərabər olar. Digər katitin kökləri sümüsüdür. L kökdə 3 bölünsün 2. İndi yan səthinin sahəsi S yan. Pi R. Pi R L. Pi vuraq R. R neçəyə bərabər oldu? L kökdə 3 böl 2. L də elə L-ə bərabərdir. Olur L-in kvadratı. Pi L-in kvadratı kökdə 3 böl 2. 37 olacaq. Doğru cavab D variantı. 38. Konusun doğranı oturacağı müstəvisi ilə 60 dərəcə bucaq əmələ gətirir. Uzunluğu 12 olarsa həcmin tapın. İndi konus çəkək. Evet, səliqəli çəkək buradan.
İndi bizə deyir ki, konusun doğranın oturacaq müstəvisi ilə 30 dərəcə bucaq əmələ, 60 dərəcə bucaq əmələ gətirir. Doğran oturacaqla 60 dərəcə və uzunluğu nəyə bərabərdir? 12-yə. Burada 90 olsa, bura 12-dir. Buralar neçə? 30 dərəcə. 30-un qabağındakı katı tipdən üzün yarısıdır. Onda bura oldu 6. 60-ın qabağındakı katı digər katının kökdə üstü olur 6 kökdə 3. İndi nə istəyir bizdən həcm? V bərabərdir 3/1 pi vıraq r kvadrat 6'nın kvadratı 36 h da 6 kökdə 3. O da deyir 72 kökdə 3 pi. 72 kök 6'da 3 pi'yə. 38 oldu. Doğru cavab A variantı. Keçək növbəti suala. Deməli neçə gəlir? 39. Deməli, mən burada şəkil çəkmişəm. Deyir, konus formasında olan detalı hündürlüğün ortasından oturacağa paralel kəsdilər. Yəni ki, hündürlüğün ortasına oturacağa paralel bunu kəsmişəm. Yox, bu da hündürlükdə onda. Bura onda h olsa, burada h olur. Deyir ki, paralel kəsdilər alınan kəsik konusun həcmi verilən konusun həcminin hansı hissəsini təşkil edir? İndi baxaq bura. Bu V1 olsun. Ümumi də olsun V2. Ümumi konusda olsun V2. İndi V1 bölünsün V2 bərabərdir. H bölünsün 2H kubu. İndi V1 bölünsün V2 bərabər olsun. H-dar getsə qalır 8/1. İndi V1 nəyə bərabərdir bəs buradan? V1 bərabərdir. V2 bölünsün 8'ə. Daha doğrusu. V1 olsun K'ya, V2 də olsun 8K'ya həcmləri. V2 də ümumi konusdur da indi bu bizdə. İndi V1 K'dırsa, V2 ümumi konusun həcmi 8K olması üçün onda bura neçə qalmalıdır? 7K qalmalıdır. İndi deyir, alınan kəsik konusun həcmi. Kəsik konusun həcmi 7K olub da, bax fikir verin. Konusun da həcmi bütöv demişdir ki 8K. K'sı buradadır, həcmi 7K da buradadır. Bu da oldu 8K. K'lar getsə yerdə qalar neçə? 7/8. Deməli 39'a doğru cavab olar B variantı. Deməli, baxırıq misal nömrə 40-cı suala. Deməli, indi şəkli mən burada çəkmişəm. Konus formasında olan su ilə dolu qabdan rəhim suyu hündürlük boyu yarıya qədər içdi. Suyun hansı hissəsi qabda qaldı? İndi baxaq. Bu bizim olsun konusun hündürlüyü. Yarıya qədər içmişsə, bura h olsa, burada nə olur? H olur. İndi burada yaza bilərik ki, h-ın 2h-a nisbəti bu olsun kubu bərabərdir. Bura olsun V1, burada olsun ümumi V2. V1 bölünsün V2. Daşda geçsə V1 bölünsün V2 bərabərdir neçə qalar? 8/1. Deməli V1 bərabərdir K'dır. Onda V2 də bərabərdir 8K'dır. Bizim nə istəyir? Suyun hansı hissəsi deyir qalıb. Deməli, ümumi su bizə neçə olub? V1 K şəklindədir. Baxın. Ümumi V2 də 8K'dır. İndi V1 bölünsün V2 olsa 8/1 qalıb da suyun. V1'in həcmi olub K. Obşi V2 də suyun həcmi olub 8K. İndi qalan həcmi ümumi həcmə nisbəti 8/1 qalıb da suyun. Doğru cavab neçə oldu? Doğru cavab oldu 40-cı sualda D variantı. Baxaq misal nömrə 41-ci suala. Kəsik konusun oturacağının radiusları verib. Deməli, R1 bərabərdir 3'dür. R2 bərabərdir neçə olsun? 5 olsun. Kəsik konusla eyni həcmdə olan tam konusun hündürlükləri bərabərdir. Nədir? Kəsik konusla eyni həcmdə olan tam konusun hündürlükləri bərabərdir.
tam konusun oturacağın radiusunu tapın. İndi buradan bir dənə kəsik, bir dənə konus çəkək. Bu olsun bizim kəsik konusumuz. Buradan birləşdirdik, bunu da buradan birləşdirdik. Deyir, kəsik konusun oturacağın radius 41-ci sualda. Kəsik konusu eyni həcmdə olan tam konusun hündürlükləri bərabərdir. İndi bunun oturacağın radiusları onu sizə bizə vermişdi də. Bura olub 3 radiusu. Bura neçə olub? 5. Burada oldu 5. Deyir, kəsik konusu eyni həcmdə olan tam konusun hündürlükləri bərabərdir. Bax, bu hündürlüyümüz olsun h. Tam konusda belə bir konus buradan çəkirəm. Hər ehtimala qarşı çəkək bunda. Burada olsun bizim tam konusumuz. Bunun deyil nəyə bərabərdir? Hündürlükləri bərabərdir. Bir də eyni həcmdə. Bura olsun V1, bura olsun V2. Deməli, V1 nəyə bərabərdir? V2-yə bərabərdir. İndi buradan bura 3-dürsə, buradan bura 5-sə, bu hündürlüyü də buradan çəksəm, yenə həmən hündürlük olur. Bura 3 olsa, burada 3 olur. İndi bunun həcmini tapaq. Kəsik konusunun həcmini tapaq. V bərabərdir 3-də 1. Pi vurulsun. H. R1-in kvadratı 9 üstə R1, R2 15 üstə R2-nin kvadratı 25. Bu da bərabər olsun 3-də 1. Pi vurulsun. Kəsik konusunun həcmi V bərabərdir 3-də 1. Pi vurulsun H. R1-in kvadratı üstə R1 vur R2 üstə R2-nin kvadratıdır. Buradan sadələşdirmə aparaq. 49 edir də bu da. Burası 49. İndi deyək ki, bunun həcmləri də bərabərdir. Konusun oturacağın radiusdur. Bax, buranı istəyir bizdə. Bu da olsun h. Həmin h da onsa. Bu olsun neçə? V2. Buraya yazaq da V2. İndi V1 nəyə bərabərdir? 3-də 1. Pi vurulsun. Hündürlük bərabərdir. R kvadrat. H. H da ki, onsa bərabərdir. İndi bizə V1, V2 bərabərdirsə, onda 3-də 1 pi h. Yazırıq 3-də 1 pi h vur 49. Bərabərdir V1-ə. V1 də 3-də 1 pi r kvadrat nə olar? H olar. Hündürlüklər bərabərdir. Bunun həcmi onda nədir? Deyil, bərabərdir. Şərtdə də verib də bizə. 3-də 1 pi'lər geçsin. H'lar da eyni getdi. Qaldı r kvadrat bərabərdir 49'dur. Yeri neçə olar buradan? 7 olar da. 41-ci sual doğru cavab oldu. A variantı. Keçək növbəti suala. Deməli, 42-də bu sualın eynisidir. Baxaq misal nömrə 43-ə. Deməli, yazırıq 43-cü suala. Yan səthinin sahəsi oturacağın sahəsindən 3 dəfə böyükdür. Deməli, S yan səthinin sahəsi və oturacağın sahəsi var. Oturacağın sahəsi K olsa, yan səthinin sahəsi olur 3K şəklində. 3 dəfə böyük olan konusun hündürlüyünün doğurandan nisbəti. Yan səthinin sahəsi bilirik pi r-dir. 3K'dır. Oturacağın sahəsi pi r kvadratdır. Bu da olsun K'ya. İndi pi'lər getdi. Bizə nə deyir? Hündürlüyün doğurandan nisbəti deyir də. Aha. İndi r ilə də bu r'in biri geçsin. L bölünsün r bərabərdir 3 olur. İndi L bərabərdir 3R şəklində yazmaq olar. İndi bir konus çəkək bir dənə. Həmin konusda L 3R'ə bərabərdir. Buraya yazsam 3R, burada olur R. Deyir ki, hündürlüyünü doğurana H-ın L-ə nisbəti bərabərdir suala. İndi 3R, R. Bura hündürlüyünü necə tapmaq olar? H bərabərdir. Kök altda 9R kvadratından R kvadratını çıxaram. Pifagora görə. 8R kvadrat edir. 2R kök altında 2.
İndi h bölünsün l bərabərdir 2 r kök altında 2 bölünsün l. L'dəki 3 r-ə bərabərdir. Burada r radiuslar gedir. 2 kökdə 2 bölünsün neçə qalar? 3 qalar. Deməli 43-də doğru cavab oldu A variantı. 44-cü sualda bunun eynisidir. Baxaq misal nömrə 45-ə. Yan səthin sahəsi oturacağın sahəsindən 2 dəfə böyükdür. Konusun hündürlüyün oturacağının radiusuna nisbəti. Bu da 45-də eyni sualdır. Baxaq 46-cı suala. Çox sual ötürməyək. Oturacağın sahəsi verib, yan səthinin sahəsindən 2 dəfə kiçikdir. Aha. Deməli, oturacağın sahəsi var, bir də S yan səthi var. Oturacağın sahəsi yan səthinin sahəsindən 2 dəfə kiçikdir. Oturacağın sahəsi K olsa, yan səthinin sahəsi 2K olsun ki, bundan 2 dəfə kiçik olsun. Yenə hündürlüyünün doğrana nisbətidir. H-ın nəyə nisbəti? L-ə nisbəti bərabərdir suala. İndi bir dənə buradan konus çəkəcəm. İndi bunların hamısı eyni sualdır. Bu konus qalsın burada şəkil. S oturacaq olur pi r-in kvadratı. Bölünsün S yan səthi pi r l. K bölünsün neçə? 2K-ya. Pi'lər geçsin, r-lə də bu r geçsin. R bölünsün l bərabərdir 1 bölünsün 2. İndi l bərabərdir 2r şəklində olar. Bura 2r yazsam, burada neçə olar? R olur. Ona deməli, bura 30 dərəcədir. 60 dərəcə r kökdə 3-ə bərabər olur da. Burada olacaq 60 dərəcə. İndi bizə nədir? Hündürlüyün h-ın doğran nisbəti. H oldu r kök altında 3, doğran oldu 2r. R-lər geçsə qalır kökdə 3 böl 2. 46 da oldu doğru cavabımız A variantı. Baxaq misal nömrə 47-ci suala. Doğranı L hündürlüyü h olan konusun ox kəsim təğə bucağı düz bucaqdır. Yine konus çəkək buradan. Bunu da buradan çəkdik. Oldu 90 dərəcə. Doğran L'dir, hündürlüyü isə h-dır. Bizə verib L'in kvadratı minus h-ın kvadratı bərabərdir 36-ya. Burada bir r desək, onda r kvadrat bərabərdir L kvadrat minus h kvadratdır. Pifagora görə. Onda r kvadrat bərabərdir 36-dırsa, radius neçə olar? Radius ilə 6 olar. Və buraya yazıram 6. Konusun nəyin soruşur bizə? Həcmini soruşur. Sonra ox kəsim təğə bucağı düz bucaqdırsa, bura düz bucaqdır. Onda burada 6 olur. Metrik münasibətdən h kvadratı bərabərdir 6 vur 6 olsa, h da neçə edər? 6 edər. Və hündürlüyü də neçəyə bərabərdir? 6-ya. O zaman həcmi tapaq. V bərabərdir 3də 1. Pi vurulsun r-in kvadratı. R 6 oldu. 6'nın kvadratı 36 vur. H da 6'ya bərabərdir. O da değer 108. 108 edəmir daha doğrusu. Bundan bir geçsə neçə qalır? 12 qalır. Edir 72 pi. Və 72 pi 47-ci sualda doğru cavab oldu. B variantı. 48 eynisidir. Baxaq misal nömrə 49-a. Oturacağın sayısı yan səthinin sahəsinə nisbəti 0,6-dır. S oturacaq bölünsün S yan bərabərdir 5də 3-ə. 16 5də 3 deməkdir. Konusun hündürlüyünün oturacağının radiusuna nisbəti. Hündürlüyü h-dır, bu da r-dir. Bərabərdir sualı. S oturacaq nədir? Pi r kvadrat. Dairənin sahəsi. Bölünsün S yan pi r l 3 bölünsün 5'dir. Pi'lər geçsin, r'lər də geçsin. Qaldı r bölünsün. Burada qalacaq. R bölünsün L bərabərdir 3 bölünsün 5'ə. Onda radius 3K'dır. Doğran da olur 5K. Şimdi bu düz bucaqlı üç bucaqda baxın. Bu da h hündürlüyümüzdür. Doğran 5K'dır. Radius da 3K'dır. Onda h neçə olar? 4K olar da.
Pifagora göre. Bizə h neçə verib? H verib 4k bölünsün r. R də 3k'dır. Bu nisbət istəyirdi. 4 bölünsün 3 kimi olar. 49 oldu. Doğru cavab B variantı. 50-ci sualda bunun eynisidir. Baxarın misal nömrə 51-ci suala. Deyir ki, tərəfi 8 olan bərabər tərəfli üçbucağın hündürlüyü ətrafında fırlanmasından alınan fiqurun tam səthinin sahəsi. Aha. Bərabər tərəfli üçbucaq çəkək bir dənə. Bir dəqiqə. Bu olsun bizim bərabər tərəfli üçbucağımız. Bu da oldu bunun hündürlüyü. Hündürlüyü də başqa rənglə göstəreyim. İndi deyir ki, bizə bərabər tərəfli üçbucağın tərəfi 8-ə bərabər. Bura 8-dir, 8. Onda bura 4 düşür, buraya 4 düşür. Bura oldu 60 dərəcə, bura oldu 30 dərəcə. Bu da oldu 4 kök altında 3 hündürlük. 60-ın qabağına durub bax katet. Deyir, bunun hündürlük ətrafında fırlanmasından alınan fiqurun tam səthi. O zaman mən bu həmin fiquru bax bura yapışdırım. Aha. Belə olar da. Bax bu formada gələcək. İndi həmin hündürlük də gəlib bax burada dayanacaq da. Burada dayansın. İndi eyni zamanda hündürlük ətrafında fırlanıb baxı bu. Hündürlük ətrafında fırlanıb deyə bax bu 8 gəlib düşəcək bura. Bu 8 bura. Bu 4 kökdə 3 də gəlib düşür bura. 4 kök altında 3 düşdü bura. İndi eyni zamanda bir də bu hündürlük ətrafında fırlanırsa bax burada nə cızacaq bir dənə? Baxın bir çevrə cızmalıdır. Deməli, baxın, 2 dənə burada nə görsənir? Konus görsənir. Konusun tam səthi. Birinin tam səthini tapaq. Deməli, S1 olsun, pi r üstə l. Pi vurulsun r. R neçəyə bərabər olur? 4 kök altında 3-ə. 4 kök altında 3-ə. Nədir? Bizə bir dəqiqə baxaq, üçbucağın hündürlük ətrafında. Hündürlük ətrafında mən bunu fırladıramsa, biz katet ətrafında fırlatmışıq buna. Hündürlük ətrafında fırladanda bu cisim 1 olur da. Bunu buradan silək. Bunu buradan silək. Hündürlük ətrafında fırladıramsa, bax bu h hündürlük ətrafında fırlatsam, bax burada nə cızacaq bu? Bir dənə çevrə cızacaq bu formada. Çünki bu belə fırlansa bir dənə də nə yaradır burada? Çevrə yaradır. İndi bura olacaq 4 olacaq. İndi burada nə istəyir bizə? Tam səthinin sahəsini istəyir. İndi 4 pi vurulsun 4 kök altında 3 r. R nəyə bərabər olur? 4-ə. L isə oldu 8-ə. Pi r daha doğrusu 4-ə bərabər olur. Üzrlü sayım burada. Pi vurulsun r. R 4'e beraber oldu. R oldu 4 plus 8. Bu neçə edir? 48 pi. 12, 4, 48 pi'dir daha. Oldu 51-ci sual. Y variantı. 52 də bunun eynisidir. Keçəyim misal nömrə 53'ə. Radiusu 18 olan 120 dərəcəlik mərkəzi bucağa uyğun dairə sektorunun bükülməsindən alınan konusun həcmi. Əvvəla dairə sektorunu çəkək. Bu olsun bizim dairə sektorumuz. Radius verib 18, mərkəzi bucaqda 120'dir. İndi dairə sektorunun sahəsi S sektor bərabərdir. S yan səthinin sahəsi konus. Buraya yazım konus. Bir də bu 18 var ha. 18 konusun nə olur? Doğranı olur. L 18'ə bərabərdir. İndi sektorun sahəsi pi vuraq. L'in kvadratı 18 vur 18. Vur alfa 120 böl 360 bərabərdir. S yan səthi. Pi vurulsun R. Bir də L. L də 18'ə bərabərdir.
18 ilə 18 getsin. Bununla da bu getsin. Burada qalsın 3. 18 ilə 3 getsin 6. Erlər daha da olsa. Pi'lər də getsin. Radius neçə oldu? Radius oldu 6. İndi bir dənə konusu çəkək. Bax, bizim olsun bu konusumuz. Bizə nə lazımdır? Hündürlük. Doğram verib 18. Radius da verib 6. H hündürlüyü tapmaq istəyirəm. H da bərabərdir. H kvadrat bərabərdir. 18-dən 6 çıxanda 12 qalır. 18 üstə 6 24. O da deyir 12'nin kvadratı böl 2 kimi. H da bərabərdir 12 kök altında 2 alınır. Həcm istəyir. V bərabərdir 3'də 1. S oturacaq. Yəni ki, pi vurasın r kvadrat. 6'nın kvadratı 36 vur h. 12 kök altında 2. Bu da edir 12. 144 kökdə 2 pi alınır. 53 oldu doğru cavab A variantı. 54 də bunun eynisidir. Baxaq misal nömrə 55-ə. Deməli, mən burada şəkli çəkmişəm. Otacağın radiusu verib bizə 2. Onda bax, bu məsafə neçəyə bərabərdir? Burada biraz səliqə çəkək. Onu da buraya yazardı. Otacağın radiusu verib 2. AO hündürlüyü verib kök altında 5. Bax, bura kökdə 5'ə bərabərdir. Konusun otacağın çevrəsi üzərində MN və K nöqtələri götürülmüşdür. AM, üstə AN, üstə AK'nı tap. Tapalım. Deməli, bura olsun AM, burada olsun 1K. Kökdə 5'dir, 2'dir. Bu AK'nı tapmaq üçün olur AK bərabərdir. Kökdə 5'in kvadratı 5'dir, 2'nin də kvadratı oldu 4. Pifagor teoreminə görə bu eləcək 3. Bura deməli 3'dür. Onda burada 3'dür də. Bu məlum məsələ. İndi burada mən bunu birləşdirsəm, bax, fikir verin. Bura 2'dirsə radius, onda burada 2'dir. O n də radiusdur. 2, bu da 2 oldu. Onda burada 90 dərəcə olur. Yəni ki, AO OK'ya perpendikulyarsa o yəni də nədir? Perpendikulyardır. Onda yenə də bura 3 olur da. Bax, Pifagora görə AN də 3 olur. İndi AM oldu neçə? 3. AN də 3'dür. AK da 3'dür. Cəmi neçə elədi? 9. Deməli, 55-ci sualda variantlar yoxdur artıq. Aha. Hani 55-ci sual. Oldu bura doğru cavab 9. 56 da eynisidir. Misal nömrə 57'yə baxaq. Həcmi 36 pi olan konusun ox kəsiyi oturacağı altı olan bərabər yanlı üçbucaqdır. Aha. Yenə konusa baxaq. Özdə bunu səliqəli çəkək. Bu oldu bizim konusumuz. Həcmi verib 36 pi. Yəni ki, 3'də 1 pi r kvadratı h 36 pi'yə bərabərdir. Pi'lər geçsin. R kvadratı h 3 vur 36'dır. Ox kəsiyi oturacağı 6 olan bərabər yanlı üçbucaqdır. Otacaq 6 isə radius neçə düşür? 3 düşür. Konusu nəyin tapırdır? Hündürlüyünü tapır. Radius 3'dürsə 3'ün kvadratı vurasın h bərabər 3 vur 36'dır. H da edir neçə? 12. 57-ci sualda deməli doğru cavab 12'yə bərabərdir. 58 də bunun eynisidir. Baxaq misal nömrə 59-cu suala. 59. Kəsik konusun otacağın radiuslarının fərqi doğranın yarısına bərabərdir. Doğranın otacaq müstəvi əməliyyat edib bucağın dərəcə ölçüsünü tapın. Aha. Əvvəla bir dənə kəsik konus çəkək. Buradan çəkdik. Bu oldu bunun doğranları. İndi bunun da otacağın diametrlərini çəkək. Və bir ədəd də hündürlüyünü çəkək bunu. Səliqəli düşsün. Bura olsun hündürlük h.
Kəsik qonus otacan radiuslarının fərqi, bax bura R1 olsa, bura R2 olsa, onda o R1 minus R2 bərabərdir doğranın yarısı. L böl 2-yə bərabər olur. Doğranın oturacaq müstəvisi ilə əməliyyat etdiyi bucağı tapın. İndi mən bunu çəksəm, bu da hündürlükdə, onda bu da h olur. İndi bura O1 olsun, bura M olsun. Bu R2 də bu. Onda bura R1 olsa, O1A. O1A R1'ə bərabərsə, bura R1 isə, bura olur R1 minus R2. Burada olsun bir alfa. Şimdi burada bir A1 deyək. Olsun A1. Üçbucaq A1M, A1M A-dan nəyə nisbəti? MA-nın nisbəti, MA bölünsün A A1-ə, A1 A-ya fərqi yoxdur. Nə verəcək bizə? Kosinus alfanı. İndi MA bizə verib ki, MA R1 minus R2 fərqidir. L bölü 2 deyir. Yazırıq L bölü 2. A1 də L'dir də. O da olur kosinus alfa. L'lər geçsə qalar 1 bölü 2 bərabərdir kosinus alfadan. Alfa da bərabərdir 60 dərəcə. 59-cu sualda deməli doğru cavab 60-a bərabər olur. Baxaq misal nömrə 60-a. Konusun doğran 8, oturacağın radisi 4 kökdə 3 və doğran ilə hündür arasındakı bucağın dərəcə ölçüsünü tapın. Misal nömrə 60. Konusu çəkək. Konusun doğranlarıdır. Bu da olsun konusun hündürlüyü. Doğran verib 8. Oturacağın radisi 4 kökdə 3'dür. Konusun doğranı ilə hündürlük arasındakı bucaq. Bax bu bucaqdan söhbət gedir. Aha. İndi isə bucağın dərəcə ölçüsünü deyir tapın. Onda 64-dən 48-ə bura 16-dır. Daha doğrusu 4. Hündürlük Pifagora görə oldu 4. 4 kökdə 8. Deməli bura 30 dərəcədir özü. Fikir verin. 30 dərəcə bucağın qabağındakı katit hipotenuzun yarısıdır. Onda burada olur 60 dərəcədə. Təbii başqası ehtiyac yoxdur. Həmin bucaqda alfa da bərabərdir. Oldu tutaq ki 60 dərəcə. 60-cı sualda da doğru cavab 60 dərəcədir.